Salam, Logix ERP təlimlərinə xoş gəlmisiniz. Bu təlimdə Logix ERP-də anbarın malın transferi prosesinin necə icra olunduğunu addım-addım nəzərdən keçirəcəyik. Təlim çərçivəsində malın bir anbardan digərinə necə köçürüldüyünü, bu əməliyyatın anbar qalıqlarına necə təsir etdiyini və mal transferinin hansı hallarda istifadə edildiyini praktiki nümunələr üzərində izah edəcəyik. Gəlin əvvəlcə malın transferi praktikada necə istifadə olunur, qısaca bunun haqqında danışaq. Malın transferi praktikada bir anbardan digər anbara malı göndərmək üçün istifadə olunur və yaxud mərkəzi anbardan digər mağazalara göndərilə bilər. Həmçinin istehsalda, zavodlarda, fabriklərdə xam mal, yarım fabrikat, hazır məhsul anbarları arasında transfer edilə bilər. Misal üçün, xam mal anbarından istehsal sexinə göndərilmək üçün istifadə edilir və yaxud istehsal sexində artıq məhsul hazır olduqdan sonra hazır məhsul anbarına transfer edilə bilər. Gəlin Logix ERP-də malın transfer sənədini açaq. Anbar və ticarət menyusundan malın transfer sənədini bir dəfə vuraraq açırıq. Yeni düyməsinə vurduq. Burada sənəd nömrəsi sistem tərəfindən avtomatik təyin olunur. Tarix də həmin günün tarixi avtomatik olaraq təyin olunur. Əgər səlahiyyət varsa, daha fərqli tarixləri buradan seçmək imkanı mövcuddur. Malın transferi sənədində məcburi sahələr çıxış anbarı, giriş anbarı və mal seçimidir. Gəlin çıxış anbarını seçək. Təsəvvür edək ki, mərkəzi anbardan malları digər anbara göndəririk. İndi isə giriş anbarını seçək, Nərimanov mağazasına göndəririk. Bu hissədən mallar düyməsindən göndərmək istədiyimiz malları seçirik. MDF seçdim və DSP laminat seçdim. Seçilən mallar aşağı düşdü. OK düyməsinə vuraraq malın transferi sənədinə qayıtdıq. Burada göndərmək istədiyimiz miqdarları daxil edirik. Çıxış anbarından mövcud olan qalıqlar bu sütunda görünür. Burada görünür ki, mərkəzi anbarda MDF lövhədən 5 kvadrat metrdir və DSP laminatdan 57 kvadrat metrdir. Gəlin 5 kvadrat metr MDF lövhədən göndərək. Digər anbara DSP laminatdan da 10 kvadrat metr göndərək. Miqdarları yazdıq. Bu sahədə göndərilib sahəsini işarə qoyanda bizim mallar çıxış anbarından çıxmış olur. Sənədi təsdiq etmək üçün təsdiq sahəsinə işarələməliyik. Bu halda sənədi yaddaşa yazıb malları giriş anbarına göndərə bilərik. Sənədi yaddaşa yazırıq. Ehtiyac varsa bu sənədi bu hissədən çap edib, transferi həyata keçirən əməkdaşa və ya sürücüyə bu formada təqdim edə bilərik ki, bu mallar bu miqdarlarda göndərilir, bu anbardan bu anbara getməlidir. Bu formada sənədi yaddaşa yazırıq. Gəlin hesabatı yoxlayaq, mal dövriyyəsinə baxaq birinci. Hesablaya vurdum, bugünkü tarixi seçək. Burada əks olunur ki, mərkəzi anbardan bu mallar MDF və DSP laminat məxaric olunmuşdur. 5 kvadrat metr və 10 kvadrat metr. Ancaq hələ ki, mədaxil olmamışdır. Çünki hələ giriş anbarına mallar gedib çatmamışdır. Mal qalıqları hesabatına baxaq. Mal qalıqları hesabatına baxsaq, görə bilirik ki, MDF lövhədən artıq 0 ədəd qalıq olaraq göstərir. Burada göstərir ki, yolda olan mal, yəni yolda olan mal 5 kvadrat metrdir. Yəni bu hələ ki yoldadır, hələ gedib anbara çatmayıb. Laminatdan isə artıq 47 kvadrat metr qalıb, 10 kvadrat metrdə yolda olan mallar sütununda əks olunur. Biz indi təsəvvür edək ki, bu mallar artıq ikinci anbara çatdı.
Bu səfər biz nə edirik? İkinci anbarın meneceri gəlib buradan malın transfer sənədini açır. Orada görür ki, belə bir sənəd var. Bu sənədə sadəcə düzəliş edib, qəbul edildiyə işarə qoyaraq sənədi yaddaşa yazır. Əgər burada sənədlər çoxdursa, bu sənədin nömrəsindən axtararaq filtrasiya edib bu hissədə tapa bilər. Malın transferini biz tam olaraq icra etmiş olduq. Gəlin hesabatlara bir də yoxlayaq. Mal dövriyyəsi hesabatına baxaq. Burada görürük ki, artıq mədaxillər də burada əks olunur. Mədaxil olmuşdur Nərimanov mağazasına 5 kvadrat metr. Həmçinin DSP-dən də Nərimanov mağazasına 10 kvadrat metr mədaxil olmuşdur. Mal qalıqlarını yoxlayaq. Mal qalıqlarında artıq görürük ki, burada tamdır. Gəlin bu hesabatı ambara görə açıb baxaq. Daha aydın olacaq bu səfər bizə. Burada artıq görürük ki, mərkəzi ambarda 0 kvadrat metrdir. Nərimanovda isə 5 kvadrat metr. Həmçinin digər DSP-dən, gəlin DSP-ni filtrasiya eləyək, daha rahat görə bilmək üçün. DSP-ni filtrasiya elədim. Görünür ki, 47 kvadrat metr mərkəzi ambardadır. Nərimanov ambarında isə 10 kvadrat metr yerləşmişdir. Təlimin əvvəlində biz demişdik ki, malın transferi mərkəzi ambardan digər ambarlara göndərmək üçün istifadə olunur və ya istehsalda həmçinin mövcud istehsal ambarları arasında transferi üçün istifadə edilə bilər. Həmçinin onu qeyd etmək istəyirəm ki, malın transferi əməliyyatı səyyar satış modeli ilə fəaliyyət göstərən müəssisələrdə də geniş şəkildə tətbiq olunur. Bu cür müəssisələrdə satış nümayəndələrinin avtomobili Logix ERP-də ayrı-ayrı ambarlar kimi tanımlana bilər. Bu yanaşma sayəsində mallar mərkəzi ambardan birbaşa səyyar satış nümayəndələrinin avtomobillərinə transfer olunur. Nəticədə gün ərzində satışlar həyata keçirildikcə avtomobildə mövcud olan malların real vaxt rejimindəki qalıqları, hansı malların artıq satıldığı, hansı malların isə hələ mövcud olduğunu Logix ERP-də dəqiq və operativ şəkildə izlənilə bilər. Bugünkü təlimimizdə biz malın transferini Logix ERP-də necə icra olunduğunu və praktikada necə istifadə edildiyini öyrəndik. Növbəti təlimdə isə malın təchizatçıya geri verilməsinin icra olunma qaydası ilə tanış olacağıq. Sağ olun.